Poliklinikada bir hekim olarak en sık gördüğümüz psikiyatrik hastalıklar teşviş heyecan bozuntularıdır. Birçok hastalar bu teşviş heyecan bozuntusu yaşasalar da bazen depresiya adıyla gelirler ki, məndə depresiya var ve uzun müddətdə depresiyaya göre müalicə almış olurlar. Ama müayinə edirik ve görürük ki, burada e, depresiya değil, kronik bir teşviş heyecan bozuntusu olduğu için ondan sonra üstüne əlavə olunan bir de depresiya var. Ümumiyyətlə bir digər şey isə diaqnozların dəqiq olmamasıdır. Yəni bəzi insanlar gəlirlər ki, mən illərdir nevrozam, halbuki nevroz kimi bir diaqnoz yoxdur. Bu haqqda çox danışmışıq. Nevrozun formaları var demişdik. Nevroz çox ümumi bir addır. Ona görə də ən sıx gördüyümüz xəstəliklər generalizə təşviş pozuntuları. Generalizə təşviş pozuntularını bəzən panik atakla səhv salınır. Ona görə də bu günlər biraz da ondan danışmaq istəyirəm. Panik atak və generalizə təşviş pozuntusu fərqi odur ki, panik atakta hiçbir sebep olmadan, yani ki ortada buyurun buyurun. Başka şikayetleriniz var. Yok. Nasıl? Ortada bir korku olmadan bir panik atak yaşantısı olur. Daha sonrasında ise tekrar panik atak yaşayaram diye bir korku olur. Bu sebepten de mesela müəyyən yerlere gitmeye korkma olur veya evde tek kalmaya korkma olur ki, panik atak yaşasam mənə kömək edən birisi olmalı. Ama panik atak niye yaşanır? Burada fərqli sebepler var. Yani panik atak bir irade zayıflığı değil. Bazı insanlar diyor ki, ben güçlü değilim diye panik atak yaşadım. Belə değil. Panik atakta esas birinci faktör burada genetik meyillilik faktorudur. Diğer bir şey ise bedene çok hassas olmalı. Çünkü panik atak yaşayanların ilk yaşadığı semptomlar yoğun bir ürək döyüntüləri olur. Ondan sonrasında ürək bölgesinde sanki bir ağrı, sıkışma hissediyorlar. Bəzən boğulma buna əlavə olunur. O sırada da belə hesab edirlər ki, sanki ürəyimə nəsə olacaq və diqqətləri o ürək bölgəsinə gedir ki, ürəyimdəki döyüntü artır, azalır, təzyiqim qalxır, tez-tez təzyiq ölçmə, nəbzi ölçmə. Bu şəkildə bir müddətdən sonra artıq o qorxu, ölüm qorxusu o qədər şiddətlənir ki, təcili yardım çağırırlar və xəstəxanaya gedirlər. Əslində xəstəxanaya getməsələr də öz-özündən də azalacaq bir şeydir. Halbuki o kadar döze bilmədikləri üçün getdilər. Getdikdən sonra keçir, orada düşünürlər ki, getməsəydim öləcəydim. Və bu belə bərkiyir ki, getməsəydim öləcəydim. Buradakı nə təzyiq yüksəlməsi, nə ürək döyüntünün yüksəlməsi heç vaxt ürək üçün təhlükəli ola biləcək düzəyə gəlmir. Çünki panik atak xəstələri çox vaxt ürək müayinələrindən keçmiş olurlar. Ürəkdə heç bir patologiya olmur, amma panik atak yaşamağa davam edirlər. Burada kardioloqların da səhvi böyükdür. Çünki sənin heç bir şeyin yoxdur deyərəkdən xəstəni göndərilir. Halbuki xəstədə panik atak müalicə olunmalıdır. Diğer bir şey araştırmalarda, tədqiqatlarda bu mövzularda araştırma